Xoş gördük. 11-ci buraxılışımızla qarşınızdayıq. Turan Tovuz Azərbaycan Premyer Liqasının son turunda öz meydanında Zirəni qəbul etdi və xal itirdi. İrəlidə isə komanda Neftçi ilə qarşılaşacaq. Bu da çox vacib və tarixi bir qarşılaşmadır. Gördüyünüz kimi tək deyiləm, Azər İsmail mənimlədir və qonağımız var. Qonağımız isə xüsusi bir qonaqdır. Turan Tovuzun futbolçusu İsmail Zülfüqarlı bizimlədir. İsmail, salam, hər vaxtın xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Azər, bu arada səni də salamlayıram. Təşəkkür. Ad günündə bu günləri onu qeyd eləməliyəm. Təbrik edirəm ad günümü də ürəkdən. Sonuncu oyunla bağlı başlayaq və davam edək. Mən istəyərdim fürsət düşmüşkən, adətən bizdən soruşurlar, bizim belə də üzərimizə gəlirlər. Bu gün də əlimizə futbolçu keçib, biz də onun üzərinə gedək. İsmaildən başlayaq. İsmail, Zirə ilə oyun birazdan çalışacağam, öz fikirlərimi bildirim. Sənin də oyunla bağlı düşüncələrin maraqlıdır bu arada. Yəni okey, yəni birinci İsmaildən başlaya bilərik. Bizə biraz kömək eləsin. Zirə ilə oyuna hazırlıq necə keçmişdi? Ümumiyyətlə daha çox komandadan indi biraz belə ümumi mövzular olsa da kombinasiyalı oyun yoxdur, istədiyimiz futbol yoxdur kimi yanaşmalar var. Bu oyunda amma şəxsən mənim fikrimcə hər şey qanuna uyğun idi. Yəni tərəflər hər ikisi mümkün qədər ehtiyatlı yanaşacaqdı, hər ikisi açıq futboldan çəkinəcəkdi, öz zamanını gözləyəcəkdi. Amma Turan Tovuzun bütün planlarını ilk qol səhv korladı. Mənim üçün belə görünür. Sənin üçün necə görünür? Ümumiyyətlə bu oyuna bir xal üçün çıxmışdınız yoxsa 3 xal üçün? Həftə boyu oyuna çox yaxşı hazırlaşmışdıq, belə deyim. Yəni bütün oyunlar bizim üçün son dönəmdə yox, bütün çempionat ərzində çox vacibdir. Bizim üçün heç bir oyun bir xallıq oyun deyil. Yəni istəyirik qələbə qazanaq və daha yaxşı nəticələr verək ki, komandanı daha irəli götürə bilək və Avropada şansımız daha çox olsun. Həftə boyu məşqçimizin verdiyi tapşırıqları yerinə yetirmək üçün hazırlaşdıq, daha yaxşı da hazırlaşmışdıq. Sadəcə onu deyim ki, rəqib də bizi yaxşı analiz eləmişdi. Oyun başlayan kimi, yəni fikir versəz, komanda sırf düşünürəm ki, bu mənim şəxsi fikrimdir. Zirə bir xal üçün gəlmişdi Tovuza. Sadəcə oyunun əvvəlində olan bir səhv bizim daha çox irəli atılmamıza, yəni daha çox şans yaratmamızı istəyirdik. Sadəcə rəqib də digər oyunlara baxanda heyətindən də görsənirdi ki, məsəl üçün bir xal üçün gəlib, amma qol vurduqdan sonra daha çox qapandı. Biz daha az epizodlara girə bildik. Belə deyim, məsəl üçün digər oyunlarda, məsəl üçün oyun qurmaq üçün Zirə İsmail İbrahimlidən istifadə edirsə, bu oyun Hacağadan istifadə elədi ki, daha çox oyunu dağıda bilsin. Biz də belə fikirləşirik ki, istədik ki, 1-0-dan oyunu çevirək. Düzün desəm, yəni Zirənin bizim qapımızda %100 epizodları olmadı. Yəni ola bilər, məsəl üçün kontrataklara çıxırdı, amma bu da bizim daha çox irəli getməyimizdən olurdu ki, məsəl üçün kornerlər olurdu, ya komanda sırf qabağa çıxırdı ki, vəziyyəti düzəltsin. Zirədə sürətli futbolçular var, bunu hamı bilir. Çalışırdı ki, epizodlara girsin. Belə deyim, yəni 2 qolun ikisi də bizim öz səhvimizdən oldu. Yəni Zirə bizə kombinasiyalı bir hücum eləmədi, ya fərqli bir şey. Bir penaldan oldu, biri də top bizdə outdaydı. Səhvlər oldu, gedib bizim qapımıza qol oldu. Yəni istəməzdik oyunu məğlub olaq. Ən azından bir xal götürərdik. Çünki udmursansa uduzmada, yəni bu taktika ilə bir xal götürərdik. Alınmadı, amma çalışacağıq ki, gələcək oyunlarda bunu düzəldək. İkinci qol istəsən indi aça da bilərik videonu, əgər ehtiyac varsa. O niyə oldu? Kimin səhvi idi? Bir neçə nəfərin səhvi var idi sanki orada. İkinci qolda sol tərəfdə mənim oynadığım tərəfdə out oldu. Biz outda çıxanmadıq, top onlara düşdü. Bəlkə də videoda tam olaraq görsənmir. Orada xırda bir səhv oldu ki, onlar pas verəndə bizim oyunçunun ayağının ön hissəsinə dəydi və onların qabağına düşdü. Yəni top ayağına otursa bu epizod olmayacaqdı. Düşdü, elə bir vəziyyətdir ki, bizim qapıya yaxın. Orada oyunçunun da fərdi keyfiyyəti oldu ki, bizim müdafiəçini keçdi, pas verdi. Cərmə meydanının içində, üzr istəyirəm, 8 qapçı qarışıq, 8 Turan Tovuz futbolçusu var idi. Onlar 4 nəfər idi. Bu epizodda məsəl üçün top bizdədir. Biz hücuma hazırlaşırıq da, top itdi, yəni o dediyim bizim oyunçunun ayağına dəydi və onların qabağına düşdü. Yəni elə bir vəziyyətdir ki, gözləmədiyim bir vəziyyətdir. Çoxluq olsa da, yəni hazırlıq yox idi da cərmə meydançasının içində.
Yəni ondan Müəyyən sonra qədər da yəni gol komanda buraxdı. çox birdən-birə oldu deyənə hər halda. Yəni belə bu da Düz ki, bunun bəraəti yoxdur əlbəttə ki, komanda olaraq istənilən situasiyaya hazır olmaq İsmail də lazımdır. zaten Orada vəziyyəti izah edir. yəni 7 futbolçudan ikisi belə orada əzmkarlıq göstərib ya da düşündülər ki, Zira o qədər güclü deyil ki, belə bir momentdən qol vursun. Əlbəttə ki, vuracaq həmin epizoddan qol. Amma o şəkil mənim gözümün qabağından keçmir. Turan Tovuzun komandanın 70%-i cərimə meydançasının içindədir Epizoddaydı. və orada heç bir futbolçu o qolun qarşısını ala bilmədi. Bu əlbəttə ki, yaxşı gələcək vəd etməyən faktorlardan biridir. Suallarım çoxdur, icazə versən birini də verərdim. Buyur. Hə, varsa əlavən, əgər mənim fikrimi soruşursansa qısaca deyim, yəni mən də elə hamımızın gördüyü, əslində baş verənləri çox normal sayıram. Orada heç kimdən yüksək səviyyəli futbol gözləmirdik bir, hər iki komanda olaraq nəzərdə tuturam. Zira bu mövsüm olduqca yaxşı formadadır və istədiyi səviyyəyə çatıb və bu görüşdə də mənə görə favorit idi hazırki Turanla müqayisədə. İndi bu ayrı söhbətin mövzusudur ki, Turan niyə formada deyil və yaxud da Ziradən niyə yaxşı, niyə pis olmalı. İndi bu başqa söhbətin mövzusudur. Heyətdəki itkilər Turan Tovuzun hazırdakı bu mövsümki maksimum səviyyəsi ilə müqayisədə Zira nisbətən üstün görünürdü. Ən azı komanda olaraq, kollektiv olaraq biz kubokda da gördük. Razıyam. Dərindən analiz eləsək, İkinci məsələ baxımlı futbol izləyə bilmədik. Komanda heç cür temp yaxalaya bilmirdi Turan Tovuz tempə. Sanki elə bir təəssürat var idi, yaxşı bir temp əldə eləsələr vuracaqlar qol, amma eləyə bilmirdilər. Daha çox hücumlar oldu. Bilərik, hücum Serrano'nun epizodunu nəzərə alsaq, hücum futbol oynamamaqda qınanılır və bu cür oyunlarda hücum futbolu oynamaq da heç bir məntiqə sığmır. Yəni indi məşqçi düzdür bir hücumçu ilə oynadı, sonradan oyun dəyişməyə çalışdı. Bəlkə oyun dəyişmədə nəyisə doğru eləmək olardı, əvəz etmələri fərqli vaxtda, fərqli formada eləmək olardı. Əsas mənim demək istədiyim nədir? Oyunun qırılma nöqtəsi, həlledici məqamı birinci qoldakı səhv idi və bu da gedir fərdi səhvə dayanır. Yəni Araş Qadiri səhv əlinə dəyən futbolçu məncə bütün epizodu bu futbolçunun passivinə yazmaq lazımdır bütün oyunu. Çünki o epizodda o cür açıq əllə, yəni niyə belə rahatsan açıq əllə oynayırsan? Və yaxud da niyə o yəni bir peşəkar futbolçu orada topa o formada getməməli deyə düşünürəm. Yəni hər şey oradan başladı. O səhv olmasaydı, o qol olmasaydı, maçın sonuna qədər tamam fərqli futbol gələcəkdi. Turan Tovuz 3 mən onu intizamlı futbolçu hesab eləmirəm. Yəni mənə görə bəzi qaydalar var ki, futbolçular harda necə oynamalıdır ki, məsələn, elə adi bir əl epizodundan da bəzi futbolçular bunu nəzərə alırlar. Yəni mən demirəm, əli bağlı, əlini arxaya çevir, bütün oyunu elə oynaya bilməzsən, yox. Amma sən artıq peşəkarsan, Qurban Berdiyevin seçimi olaraq Turan Tovuza gəlmisən. İndi Qurban Berdiyevi günahlandırmalıyıqsa onu günahlandıraq ki, niyə bu futbolçunu gətirmisən bura? Əslində ona da deyiləcək tutulacaq, yəni irad var. Azərbaycan klubuna gələndən biri var ki, xeyri yoxdur komandaya. Biri də var ki, nəinki xeyri yoxdur, ziyandan başqa. Yəni etiraf eləyək. Razıyam. Mən də bəyənmirəm Araşı futbolçu kimi. Orada iki məqam var. Birincisi məcburiyyətdən oynadır. O aydındır. Okey, ona mən heç nə demirəm. Çünki variant yoxdur. İkincisi bu adam bu futbolçu ilə işləyib və onda bəli bir potensial görür və yəqin ki ola bilər bir müddət sonra onu istədiyi səviyyəyə çatdıranda biz bugünkü fikirlərimizdə haqsız ola bilərik. Bu gün bunu öz aramızda. Bu normaldır. Bu günə indiki vəziyyətə görə Araş belə deyil. Ola bilər. Nə düzəldir? Necə düzəldir? İnkişaf eləyəcək, tərifləyəcəyik. Bəlkə də məcburiyyət. Demək istədiyim, sual vermək istədiyim məqam nədir? Komandada bundan artığını, yəni gəldiyi bir bəlli səviyyə var, heyətdəki futbolçuların keyfiyyətinə falan. Bundan artığını eləmək üçün nə mane olur səncə? Düşünmürəm komandanın pik həddi burada. Yəni mənim fikrimcə komanda daha yaxşısını eləyə bilər. Sadəcə bildiyiniz kimi bizim çempionat 4 dövrədir. Bir komanda ilə 4 dəfə oynayırsan və sezon ərzində məsəl üçün birinci, ikinci dövrədə komandalar bir-birini oyun tutanmasanda sonuncu dövrələrdə komandalar sənin atdığın addımları, oyun tərzini tam olaraq bilir. Bunun üçün də sonuncu dövrələr biraz pik deməyim də, yəni son turlara baxsaz demək olar ki, turlar ərzində bütün komandalarda oyun tərzi eyni gedir.
komandalar ya heç oynayır, ya udur. Yəni uduzmağa çalışmırlar. Yəni istəyirlər ki, ən azından bir xal götürsünlər. Və ümumiyyətlə futbol oynamaqdan da çox xalla nəticəyə hesablanmış mübarizələr. Tam olaraq bunu deməyək də, məsəl üçün bizə heç vaxt məşqçimiz yaxınlaşıb deməyib ki, yəni hücuma çıxmayın, ya müdafiədə oturun. Yəni biz həftə boyu, həftə ərzində hazırlaşırıq ki, komandanın zəif tərəflərini bilək və onlardan istifadə edək. Rəqibin. Bəli. Bunun üçün də çalışırıq. Sadəcə belə deyim də, alınmayan məqamlar olur. Sən məsəl üçün həftə boyu hazırlaşa bilərsən, amma sənin rəqibin də hazırlaşır. Sənin rəqibin sənin oyun tərzini bilir, sənin rəqibin sənin futbolçularına uyğun bir heyət qurur. Yenə deyirəm, Zirə fərqli bir, məsəl üçün heyətinə baxanda, yəni deyə bilərsiniz ki, dominant bir futbol oynaya bilər də bütün komandalarla. Amma elə deyil. Məsəl üçün Zirə ikinci zonada oturub bizim səhvimizi gözləyirdi. Yəni oyun da elə oldu ki, yəni siz dediyiniz kimi də, yəni düzdür. Orada bir qısa bir məqam var ki, Araşın penal epizodundan əvvəl 45-ci saniyə 1-ci dəqiqədə bizim təhlükəli bir hücumumuz olur. Yəni biz vura bilmirik, istifadə edə bilmirik. Futbolda da var. Vurmasan sən vururlar. Sadəcə bizim səhvimiz oldu. Orada da Araşla oyunçunun arasında biraz belə deyim də cərimə gözləyirdi. Araşı itələdi və əli istər-istəməz qalxdı və penal epizod oldu. Yəni belə deyim, yəni biz çalışacağıq ki, çalışırıqca daha doğrusu da oyunumuzu daha yaxşı eləyək, qələbələr qazanaq. Çünki qələbə futbolçuya həm motivasiya verir, həm də istəyirsən ki, daha yaxşısını eləyəsən. Çalışacağıq indi ki, önümüzdəki oyunlarda bunu düzəldək. Yer gəlmişkən, biraz mövzudan kənarda olsa, indi çox məşqçilərlə işləmisən. Biz az qala hər gördüyümüz qonağımız olan hər futbolçuya bunu soruşuruq ki, biraz bu Qurban Berdiyev amilini daha çox aça bilək. Bax, məşqçi kimi gördüyün fərqli xüsusiyyətləri nədir səncə? Məşqçi kimi, yəni düzdür. Adətən deyirlər dahi məşqçidir. Yəni onu dahi eləyən nədir sən tərəfdən baxanda? Yəni hər bir futbolçunun belə deyim də o şahmatda olur. Məsəl üçün 2-3 gediş bilməkdə, sonranı hesablayıb bilməkdə. Yəni bizim məşqçimiz mən deyəcəyim, mənə verdiyi sualın cavabını bilir. Belə bir məşqçidir. Yəni mənim nə deyəcəyimi bilir daha doğrusu. Çox fərqli məşqçidir. Məsəl üçün hər bir futbolçuya mən komandada deyə bilmərəm ki, bizim məşqçimiz oynayan, oynamayan hər bir oyunçuya çox fikir verir. Yəni sən bu həftə oynamasan da, məsəl üçün ehtiyat hər oyundan qabaq, məsəl üçün iclasda, yəni deyir ki, oynamayan oyunçular oyuna hazır olsun. Yəni ehtiyatdasan, 2 saat sonra oyun başlayır, amma sırf əsas heyətdən danışa bilər də, məşqçi bunu eləyək, bunu eləyək, amma orada ehtiyat oyunçulara da deyir ki, yəni siz oyuna hazır olmalısınız da. Yəni mən sizdən istifadə eləyəcəm. Yəni xarici məşqçi olsun, yerli məşqçi olsun, mən düşünmürəm ki, Avropada olsun, Azərbaycanda olsun, hər hansısa bir məşqçi ikinci heyətə göndərdiyi futbolçuların oyununa qalıb baxır. Baxmaqdan əlavə orada olan səhvləri deyir. Orada oynadığın oyun üçündə gələcək həftə sən əsas heyətdə oynaya bilərsən. Yəni bu ikinci heyətdir, dubuldur. Sən orada gedib yola verməməlisən. Yəni sənin orada çəkdiyin əziyyətə görə əsas komandada sən o məşqçi tərəfdən cavab ala bilərsən. Dəyərləndirir. Bəli. Yəni bu məşqçi ilə işləmək, bu məşqçinin özü Azərbaycan çempionatına gəlməyin özü böyük bir uğurdur. Böyük bir necə deyim, motivasiya da bəli. Məşqçimiz bizim üçün hər şey eləyir ki, məsəl üçün hər bir şərait yaratmağa çalışır ki, komanda yaxşı bir futbol oynasın. Amma belə deyim də ilk sezondan da hər şey gözləmək olmur. Yəni komandanın oturuşma düzdür. Komanda 7-8 ayda bir yerdədir. Komanda 7-8 ayda bir-biri ilə futbolçular bir-birini görür, amma bu o demək deyil ki, məşqçinin məsəl üçün ilk sezon üçün fərqli bir düşüncəsi ola bilər, ikinci sezon üçün fərqli bir düşüncəsi ola bilər ki, məsəl üçün sırf bu il komanda bu tərzdə oynasın, gələn il bu tərzdə. Amma yenə də deyim, məşqçimiz bizdən sırf otur müdafiəyə, bir xalı gözlə ya kontratakda, yəni mən düşünürəm ki, düzdür, ekrandan necə görsəndiyimi bilmirəm. Biz bu oyunu, yəni səhvimiz olmasa, düzdür, səhv olmasa qələbə də ola bilər. Səhv eləmək lazımdır ki, eləməmək lazımdır ki, qələbə qazanasan. Biz düşünürəm ki, evdə oynadığımıza görə Zirəyə qarşı üstün idik. Zirə də bunu bildiyi üçün geridə oturmağı gözlədi. Sadəcə
alınmayan xırda səhvlərdən futbolda da xırda səhvlər gətirir, xırda böyüyə məsəl üçün qola gətirib çıxardır. Yəni komanda olaraq, sistem olaraq bu oyuna tam hazır idiniz, amma fərdi səhvlər o sözündə də belə. Fərdi səhvlər, rəqib komandanın bizə qarşı hazırlaşmağı, yəni bu amillər də var işin içində ki, sən həftə boyu hazırlaşa bilərsən, amma yenə deyirəm, rəqibin də oyuna hazırlaşır. Qurban Berdiyev yəni bilmirdik də. Yəni mən belə başa düşdüm ki, gözləmirdilər ki, Zirə Turan Tovuza qarşı bu qədər hazırlıqlı gələcək. Belə başa düşmək olarmı bunu? Mənim mənada olar. Və əsas məsələlərdən biri Buradakı yaxşı şey deyil mənim fikrimcə. Yox, əslində tam elə də demək. Məncə yəni hər iki tərəf də hazırlaşır da. Bu hansısa səbəbdən Üzr istəyirəm, belə bir şey deyim də. Yəni vəziyyət elə bir idi ki, qələbə qazanan komanda vəziyyətini çox yaxşılaşdıra bilirdi də. Yəni düşünürdük ki, xal fərqi elə idi ki, məsəl üçün qələbə qazanan komanda yaxşı olacaqdı. Yəni onun üçün fikirləşirdik ki, Zirə də məsəl üçün qələbə qazanmağa çalışacaq, biz onsuz da qələbə üçün çıxmışıq oyuna. Yəni belə bir sürətli bir futbol olacaq da meydanda. Amma yəni fərqli oldu da. Yəni mən şəxsi fikrimdir ki, mən oyuna çıxanda Zirənin niyyətini görəndə mən düşündüm ki, Zirə belə oynayacaq. Yəni istifadə eləyir. Mövsümün ilk dövrəsində azarkeşlərin dilindən düşmürdüm. Performansını çox yüksək dəyərləndirirdilər. İstər səfərdə olsun, istər evdəki oyunlarda olsun və mən hələ azarkeşlərin dilindən, onların tərəfindən çıxış eləyirəm. Çox təriflənirdim və əsas heyətdə görməyəndə səni belə şərhlərdə onlarla söhbət zamanı aydın olurdu ki, niyə əsas heyətdə yer verilməyib, o verilsəydi oyunun müqəddəratı tamam başqa cür ola bilərdi. Ötən mövsümdə bu belə idi, ötən mövsüm sona qədər belə idi. Amma indi bunu deyən azarkeşlər, özümüz də bunu müşahidə eləyirdik. Meydandan izləyəndə, televiziyadan izləyəndə, şəxsən öz adıma danışıram ki, ilk dövrə, ötən mövsümdə daxil olmaqla ilk dövrəyə qədər, bu mövsümün ilk dövrəsinə qədər çox əla. Amma elə həmin azarkeşlər, İsmailı tərifləyən azarkeşlər indi onlarda sual yaranır. İsmail niyə zəif təsir bağışlayır? Bundan bağlı bəlkə futbolçunun öz dilindən eşidək. Bəlkə də sən hiss eləmirsən bunu. Yox, belə deyim, yəni sırf özümü götürsək, mən oynadığım oyun deməyim. Yəni komandaya verdiyim xeyir baxımından istədiyim formada olmadığımı fikirləşirəm. Yəni məsəl üçün mən özümün yaxşı keyfiyyət olaraq hücumda olan epizodlarımı deyə bilərəm ki, yəni müdafiə epizoduna baxanda hücumda daha yaxşıyam. Belə özümü belə bir futbolçu olaraq görürəm. O demək deyil də, yəni sırf müdafiəni kənara qoyuram. Yox, bunu da təkmilləşdirməyə çalışıram. Sadəcə özümün üstün cəhətlərindən olan bir şey, mən fikirləşirəm ki, mənim cinah ötürmələrim həmişə yaxşı olub. Sadəcə qışdan sonra oynadığım mövqe, mən sol tərəfdə oynayan, Faiq sağ tərəfdə oynayır. Daha çox sırf indi mənim üzərimdə olan vəzifə başqa bir şeydir. Mən çalışıram ki, başqa bir şeyləri eləyim ki, komanda üçün bu xeyirli olsun. Məsəl üçün sağda oynayanda başqa bir futbol oynayıram, sağ cinahda, sol cinahda oynayanda. Hə də onlara yox, azarkeşlər bunu deməkdə haqlıdırlar. Çünki belə deyim, qışdan sonra olan oyunlarda xal itkilərimiz daha çoxdur. Xal itkilər daha çox olanda səhvlər daha çox görsənir. Axtarılır. Bəli. Onu da deyə bilərəm ki, yəni bir futbolçu olaraq hər zaman çalışıram ki, komandam üçün ən yaxşısını eləyim. Oyunum alınmaya bilər, paslarım alınmaya bilər, amma heç bir, yəni söhbət Tovuzda oynadığım müddət olsun, əvvəl olsun, yəni heç vaxt geydiyim formanı qırağa atmamışam da, çalışmışam komanda üçün mübarizə aparım, oyunum alınmasa belə. Amma mübarizə aparmaq tam olaraq qıraqdan görsənmir. Nəsə bir ötürmə eləməlisən, ya bir qol vurmalısan, komandaya keyfiyyətli olmalısan. Mən də irəlidəki turlarda bu mənim özümü də daha çox narahat edir ki, mən komanda üçün xeyir vermək istəyirəm. Çünki bu mənim istədiyim bir şeydir. Yəni mən futbolçu olaraq qol vurmaqdan çox sevdiyim qol ötürməsi etməkdir. Yəni bu söz üçün deyil də, həqiqətən də bundan xoşum gəlir. Bunu eləyə bilmədikdə turlar ərzində bu mənim özümə də xoş gəlmir də. Yəni mən artıq belə deyim, bizim məşqçimiz də belə bizə bir şərait yaradıb ki, oyunlarınıza baxın, oyunları soruşur, burada bunu eləməliydin. Yəni oyunlarıma da baxıram və istəyirəm ki, gələcək turlarda mən komanda üçün xeyirli bir şey eləyim. Məsələn, komanda qələbə qazansa da mən sevinirəm, amma
həmin oyunda bir şey eləmədiyim məni çox narahat edir də bu həftələr ərzində. Yəni çalışacağam bunu düzəldim də. Komanda üçün xeyirli olsun. Düzələcək İsmail, Səmimi mütləq cavablar. düzələcək. Niyə bunu deyirəm? Çünki yəni İsmaillə ünsiyyət zamanı başa düşürəm, insanın yanaşmasını başa düşürəm. çox təşəkkür Böyük ehtimal ki, edirəm. azarkeşlər Mən də də çox bəyəndim. artıq verdiyi, axtardığı sualların cavabını tapdılar. Açığını deyim, tənqidli bir şey yoxdur. Mən belə hiss edirəm, amma mən inanıram ki, İsmail düzəldəcək. Çünki ünsiyyətdən ünsiyyətə fərq var, özün bilirsən və özün də eyni zamanda onu bilirsən ki, mən biraz nəyi var yerində deyəmədim. Və digər futbolçu qaçmaq istəsəydi mövzudan növbəti sual verəcəkdim, amma İsmailə verəmirəm çünki bilirəm ki, tək İsmaildən asılı olmayan məsələlər də var. Əlbəttə. Həm də Yəni mən sual verə bilərəm ki, yaxşı sən bəs bunu məşqçiyə demisən ki, niyə belə eləyirsən? Yox, onlar artıq yersiz sualdır. Böyük ehtimal ki, İsmail hələ Turan Toza çox lazım olacaq. Sualın varsa buyur. Sualım Neftçi oyunla bağlıdır. Neftçinin rəsmi üzvsən, icarədəsən. Bu oyun çox çətin olacaq. Ona görə ki, Neftçi son turda Kəpəzə məğlub oldu. Bəlkə o hesab elə olmasa biraz daha fərqli ola bilərdi. Çünki artıq 2 məğlubiyyət Neftçi üçündür. Hələ Neftçi tərəfdən baxıram məsələyə. Çətin olacaq. Üstəlik heyətdə itkilər yenə davam eləyir Turan Tovuzda. Amma bir şey də var ki, nisbətən bilmirəm, bunda demək doğru deyil əslində. Nisbətən təzyiq daha azdır deyərdim Neftçi ilə müqayisədə. Amma elə də deyil, elə bərabər səviyyəlidir. Oyundan gözləntilər. Biz də bu həftə məğlub olduq. Neftçi də məğlub oldu, amma düşünürəm ki, iki komanda da qələbə qazansaydı da bu Neftçi Turan arasında olan bir derbi deyim də. Bu derbidir və bizim üçün daha vacib oyunlardan biridir. Yəni son turlara yaxınlaşdıqca, məsəl üçün Avropa üçün oynayırsansa, son turlar daha vacibdir. Neftçi ilə oyun düşünürəm ki, bizim üçün daha çətin olacaq. Həm Neftçi məğlub oldu, həm Neftçi oyununu yaxşılaşdırmaq istəyir, xal qazanmaq istəyir. Biz də xal qazanıb Avropaya getmək istəyirik. Neftçi məğlub olsa da, yəni mən Neftçinin baş məşqçisini də tanıyıram, Samir Abbasovu, onunla da işləmişəm. Yəni bilirəm ki, məşqçi olaraq düşüncəsi yoxdur ki, biz Tovuzla oynayırıq, bu oyuna bir xal üçün çıxaq, kuboka yönələk. Düşünürəm ki, onlar da hər oyun üçün qələbə üçün çıxır, amma biz çalışacağıq ki, bu oyunu qələbə qazanaq. Neftçi yaxşı komandadır, düzdür. Sezon ərzində enişli yoxuşda oynayırlar, amma məşqçilər dəyişdi, oldu, amma biz çalışacağıq ki, qələbə üçün çıxaq onlara qarşı. Yaxşı keyfiyyətli futbolçuları var. Onları yaxşı analiz edək və qələbə qazanaq. Çox vacib bir oyundur. Komandalar bu mövsüm 2 dəfə qarşılaşıblar. Birində Roman Qriqorçukun vaxtında 0-0, yəni qolsuz bərabərliyi ilə komandalar ayrıldılar. İkincisi də artıq Samir Abbasov komandanın baş məşqçisi idi və Qurban Berdiyevlə ilk görüşləri idi. Oyun 1-1 hesabı yenidən komandalar bir xala razılaşdılar. Artıq məncə bu dəfə komandalardan biri mütləq 3 xalla oyundan çıxmalıdır. Turan səfərdə oynayır. Azər, sən nə düşünürsən? Bu günləri Neftçinin meydanında Neftçiyə qarşı Turan Tovuz nə etməlidir? Vabank getmək olar, bəlkə yenidən eksperimentlər eləmək lazımdır. Hücuma hər şeydən keçib hücuma mı? Məncə Qurban Verdiyev futboluna sadiq qalacaq. İsmail da razılaşar yəqin ki, inanmıram ki, ənənəvi müdafiə futbolundan imtina eləsin. Yəqin yenə də qapıda oturub məqamını gözləyəcək qol vurmaq üçün. Ümumiyyətlə turnir cədvəli baxımından vəziyyət bərbad görünür bir tərəfdən. Yəni Zirə məğlubiyyətindən sonra yaxşı görünmür. Amma bir tərəfdən mən bilmirəm, bəlkə də çox pozitivəm, amma hər şey qabaqdadır deyə düşünürəm. Çünki komandanın Araz Naxçıvan və Zirə ilə oyunları var. Baxmayaraq ki, səfərdədir, son dövrədə də səhvləməmsə. Burada bayaq elə ona baxırdım. Yeganə Qarabağdan oyun çətin görünür. Evdə Sumqayıtla oynayır, Neftçidən sonra elə buradan da bax danışa bilərik. Evdə Şamaxı ilə oynayır, evdə təkrar Neftçi ilə oynayır. Ümumi turnir cədvəli baxımından Zirə və Araz Naxçıvan səfərlərində işin həll olunacağını gözləyirəm. Məsələnin həll olunacağını gözləyirəm. Orada Araz Naxçıvanın kubok oyunu olacaq yoxsa arada yoxsa hələ kuboka görə ola bilər. Apreldə olmalıdır mən bildiyimə görə. Oyun apreldədir. Zirə Neftçi ilə oyunda mən düşünürəm ki,
düşünürəm deyəndə, yəni görünən bir reallıq var ki, komanda 3 xal da qazana bilər, xalsız da ola bilər, amma asanlıqla məğlub olacağını deyə bilməm. Məsələn, Zirə ilə oyunda daha çox ehtiyat eləyirdim, amma Neftçi ilə oyunda düşünürəm ki, 1 yaxud da 3 xal qazanacaq. Yəni məğlub olacağına inanmıram. Çünki kifayət qədər indi biz danışdıq Zirə ilə oyun, taktik mübarizə, orada yəni heç kim açıq oynamır, sırf heç hətta fərdi mübarizələr belə çox az görürdük. Və bu məqamda indi səhvlər həll edici oldu. Amma Neftçi ilə oyunda biraz daha rahat oynayacağını düşünürəm və hücumda daha belə rəngarəng keyfiyyətli komanda ola bilər əgər iki hücumçu ilə oynasa. Yer gəlmişkən Santos zədəli idi yoxsa taktiki seçim idi bir hücumçu ilə? Yox, Şamaxı ilə oyundan əvvəl idi deyəsən, Jo zədələndi. Zədəli idi. Bu həftə ərzində də az məşq elədi komandanı. Ona görə də məşqçi, bəli, ona görə də məşqçimiz zədədən yeni qayıtdığına görə, yəni az şans verdi ona görə. Neftçi ilə oyunda çox istəyərdim ki, bir neçə mövsüm bundan əvvəlki o qarşılaşmada kubok oyunu yadındadırsa, stadionu elə görəcəyik. Azarkeşlər, Bakıda olan Tovuzda azarkeşlər də meydanı bəzəyəcəklər. Artıq havalar da düzəlir. Bunun da təsiri var. Havalar da düzəlir. Neftçi azarkeşlərində də artıq müəyyən bir aktivlik müşahidə olunur. Yəni biz bunu televiziyadan, istər meydandan görürük. İnternetdə bir məlumat oxudum. Kəpəzlə oyunda Neftçinin azarkeşləri, yəni qəşəng şərait yaratmışdılar, meydanda futbol da oynadılar azarkeşlər fan klubunun üzvləri. Amma Tovuzda azarkeşlər Neftçinin oyuna gedəndə heç də yaxşı qarşılanmamışdılar. Qapıda uzun müddət gözlətdiriblər azarkeşləri, müəyyən çətinliklər olub. Bu fakt əslində. Belə bir şey olub. Hə, yox, ondan kubok oyunu deyil. Bu mövsüm çempionat oyununda. İstəməzdim belə bir faktlar olsun. Komanda rəhbərliyi, təhlükəsizliyə nəzarət edən, stadion rəhbərliyi mi deyim, mən bilmirəm kimlər daha çox bu işə cəlb olunur, kimin nəzarətində olur. Hamı bilməlidir ki, bu günləri bizim azarkeşə ehtiyacımız var və azarkeşsiz futbol bizim travmamızdır. Ən böyük travmalarımızdan biri bu günlər bizim azarkeşsiz oyundur. Meydana bir nəfər azarkeşin belə gəlməyi üçün də biz əlimizdən gələni eləməliyik ki, o orada komfort hiss eləsin. Xanımlar varsa, uşaqlar varsa, digər azarkeşlər daha az söyüş söysün və yaxud da onların sektorları ayrı olsun ki, biz heç bir mərhələdə deyilik. Mən deyim ki, başlanğıc mərhələsindəyik, heç orada da deyilik. Əgər bizim regionlarda meydana axışma varsa, İmişlidə, Şamaxıda, Tovuzda axışma varsa meydana, o demək deyir ki, yəni Bakıda gəlmirlərsə, Bakıda olan əhali sayı heç yerdə yoxdur Azərbaycanda. Və buradakı şəraitdə azarkeşlər meydana gəlmirlərsə, biz hələ heç bir mərhələdən danışa bilmərik. Odur ki, azarkeşlər birincisi oyundan əvvəl ümumiyyətlə mehribançılıq lazımdır. Rəqabət yalnız meydandadır. Azarkeşlər arasında da, komanda arasında da. Odur ki, biraz bu istiqamətdə də çalışsaq daha məqsədə müvafiq olar. Azər, razıyam. İsmailin özündən bağlı da qısaca soruşaq. Buyur. Yaya nə düşünürsən? Ümumiyyətlə burada belə deyək, futbolda məşhur olan o terminlə burada xoşbəxtsənmi? Ümumiyyətlə Neftçidə də vəziyyət dəyişib, danışıqlar olubmu, olacaqmı? Yox, belə deyim, sezon davam edir. Heç mən düzgün saymıram da, yəni hələlik bir danışığın olmağını ya Tovuzda ya Neftçidəki sezon sonu necə olacaq. Çünki sezon sonuna qədər qalan oyunlarda mənim göstərdiyim performansdan çox şey asılıdır. Komandaların gələcək sezonları necə fikirləşdiyi, məşqçilərin hansı fikirdə olduğu bu işin içərisində var. Xoşbəxt olmağa qalanda düşünürəm ki, Neftçinin akademiyasında oynamışam 2011-ci ildən, əsas komandasına gəlmişəm, orada oynamışam. Ağlımda icarəyə getsəm nətər olar bir düşüncə var idi da. O komandada mən necə yanaşarlar, azarkeşlər nətər olar, komandanın daxilində necə olar. Düşünürəm ki, gözlədiyimdən qat-qat artığını aldım da mən Tovuzda. Həm komandanın içində mən olan bu sezon, keçən sezon yanaşma olsun, azarkeşlərin mənə olan hörməti, sevgisi olsun. Yəni çox sağ ol deyə bilərəm ancaq olaraq ki, yəni bu qədər dəstək olurlar, kömək olurlar. İnşallah sezon sonunda nətər olacağını indidən deyə bilmirəm. Yəni onun üçün vəziyyətləri danışmaq lazımdır, necə olacağını, komandaların gələcək planını bilmək lazımdır. Belə.
Bunun üçün də limit faktoru var gələnci il üçün. Yəni fərqli şeylər var. Aydındır. Qonağımız Turan Tovuzun futbolçusu İsmail Zülfüqarlı idi və mən şadam ki, bu cür analiz etmə qabiliyyətinə malik futbolçularımız var. Hər dəfə belə futbolçular görəndə Mənə də çox xoş oldu. Ürəyimiz açılır. Təkcə ona görə yox ki, verilişdə bizim işimizi, buraxılışımızda bizim işimizi asanlaşdırır. Ona görə ki, insan bu cür analiz edən insan meydanda da meydana da beynilə. Bəli, bu ölkə futbolu üçün çox gözəl bir faktdır. Azər əlavən varsa, Mən İsmayıla təşəkkür edirəm. Çox xoş İsmail oldu təşəkkür edirik ki, bu günləri gəldin. Çox yaxşı izahlar verir. Ümid edirəm ki, bu bir növ bilmirəm indi həyatda çox az olur, çox olur. Bir növ bu veriliş vasitəsilə azarkeşlərlə İsmail arasında da bir körpü olarıq. Bu sözlərini dinləyərlər və nələrəsə daha fərqli baxarlar. Mən də öz çox sağ olun sizə deyirəm dəvətiniz üçün. Xoş oldu mənim üçün. Verişinizin də uzun ömür olmasını arzu edirəm. Sağ ol, təşəkkür edirəm İsmail. Hörmətli izləyicilər, hörmətli futbol sevərlər, ölkə futbolunu sevənlər, 11-ci buraxılışımızı da yekunlaşdırırıq. Növbəti efirlərdə görənə qədər sağ olun.